Dünyanın ən qeyri-adi adalarından biri Svalbard adasıdır. Bilirsinizmi, bu adada nə ölməyə, nə də doğulmağa icazə yoxdur. Bura dünyanın ən təcrid olunmuş yaşayış məskənlərindən biridir. Soyuq o qədər şiddətlidir ki, yayda belə torpağın donu tam açılmır. Məhz buna görə burada ölmək qadağan edilib. 10 illiklər boyu torpaqda dəfn edilən cəsədlər çürüməmiş qalır. Alimlər bu cəsədlərdə 1918-ci ilin İspan qripi virusunun hələ də qaldığını aşkar etdikdə qəbirstanlıq bağlandı. Bu gün ağır xəstə olanlar və ya hamilə qadınlar adanı tərk etməlidir. Adada insanlar cinayətkarlardan deyil, qütb aylarından qorxur. Şəhərdə silahlı patrullar insanları bir-birindən qorumaq üçün deyil, küçədə dolaşan ayılardan qorumaq üçün gəzir. Bu adanın bu qədər vacib olmasının əsl səbəbi isə dağın 150 metr dərinliyində gizlənib. Dünya Toxum Anbarı və ya digər adı ilə Qiyamət Anbarı burada yerləşir. Məqsəd bəşəriyyətin 13 min illik kənd təsərrüfatı tarixini qorumaqdır. Nüvə müharibəsi, iqlim dəyişikliyi və ya asteroid zərbəsi kimi fəlakətlər baş verərsə, sağ qalanlar buradakı milyonlarla toxum vasitəsilə dünyanı yenidən qura bilər. Toxumlarla yanaşı buzun dərinliklərində bəşəriyyətin ən mühüm rəqəmsal məlumatlarını toplayan xüsusi arxivlər də mövcuddur.